Bir Sağlamlar. 400 bin el çalın. Aferin kız. Aferin. Kızlar. Sonra kim var burada? Oturun kalkmayın. Ay sağ ol. Uğurlar size. Uğurlar. Salamlar. Necəsiz? İnşallah ki, yaxşısınız. Bütün 4-lərin, 6-ların, 9-ların, 11-lərin və institut verən şagirdlərimizin yolları açıq olsun. Zihin açıqlığı daima, necə deyək, hara getdilər, işləri xeyirli, uğurlu olsun. Amin, amin. İnşallah balalarımızın savadlarına şübhəmiz yoxdur. Çünki müəllimlər savadlı olandan sonra övladlarımız da savadlı olur zaten. Burada motivasiyalar çalışırıq ki, ötürək və negatifləri geri çəkək. Ataq çölə, avtobusdan çölə ataq, pəncərədən, qapıdan, bacadan tullaya ki, uşaqlarımız orada stresə düşməsin, həyəcanlı olmasınlar, çalışın, uşaqlarınızın üzərinə getməyin. Çünki gedərkən uşaq öz bildiyini belə orada itirə bilər. Şəxsən mən Zeynəbə dedim ki, relax. Yəni Zeynəb bir ana, kəşki hamının anası belə olar. Deyirəm amin, amin. Çünki uşaq özü belə, Zeynəb özü orada gördü ki, valideynlər uşaqların üstünə necə düşüblər, yəni digər siniflərdə. Necə düşüblər, necə uşaqları sıxışdırırlar. Yazmasan sənin canını alacağam, belə eləyəcəm, elə eləyəcəm, sənə falan şey almayacağam, sənə falan şey almayacağım. Mən dedim Zeynəb get relax. Yaz, ne bilirsənsə onsuz da burada sən nə varsa onu yazacaqsan. İvsyo, sadəcə rahat ol ki, bu beynindəkini oraya yaza bilərsən. Çıxandan sonra geçən bir marojna alacağım sənə. İvsyo. O, Zeynəb marojna işi də. Bəh. Nəysə, uşaqlarla dedik, güldük, əyləndik, yol boyu 87 nömrəli məktəbə getdik və xeyirlisi, uğurlusu. Zeynəb necə keçdi? Geçen keçti. Reziyyattan 4 saat başa düşmədim. Ama geçen keçti. Reziyyattan biraz çətinlikdi. Ama geçen keçti. Okey. Təbriklər. Hepsinden asıl. Xeyirli uğurlu olsun. Sağ ol. Gəl çelim səni. Aşayla, şekretin çeker. Çay içirsən nə alaka? İmkanlara gəlir. Eliye. Açsana. Çay içirsən nə alaka? Sənin axırda hansı bir söz var idi? Sen pulu ver. Ama arkası bilmiyorum. Yani falan arkası bilmiyorum. Yok. Arkası eliyim ama. Üstüysen canım ödüm. Sen gel bakayım. Azalma demiyor. Elden yüzden koy yeniden. Bizim dersimiz. Siz restorana gelenler kalma. Artık bundan Ben yüzden koyayım da. Hemşe böyle meclislerde görüşüyorum. Çay Allah'ın pulunu açın. Hemşe böyle meclislerde. Gelmişik Zeynep gibi şeydədirlər imtihanda. Özümüz də gəlmişik çaya, uşaqların gözündən giran. İndi görün nə olacaq da. Çıxandan sonra Zeynep bu videonu görsə, konkret mənə bilirsiniz. Özü Zeynep kimi eşidir. Bir de eləyim. Biraz o tarafa. Yıldın diye 5 liraya çapra. Sen koleje gitmişim. O gün girmişim ki deneyecek. Bura şeydi baştan beri daha yaxşı olardı. Deməli 3 tane silgi var. 3 tane silgi. Bizim bir tane silgimiz var. Gündə də ora çıxır, bura gedir, ora gedir, tapa bilmirik. Hara girir heç bilmirik. Şeyde, o da itti, papaqla silik, cəmatın papağını götürür mənimlə. Götürür öpəyi silir, salfetkayla silir. Sonra nə bileyim, kiş şeylərlə silir. Şeyde, bizə vərək verdilər, belə hamının adını yazdı. Hamı adını yazmam. Orada öz imzamı attım. İmzamı çəkdim. İmtahan necə keçdi Zeynep ümumilikdə İmtahan də? yaxşı keçdi. Suallar necə idi? Suallar falan hiç aklımda kalmadı. Elə yazdım ki, sanki bak oturdum, anlatayım mesela. Anlat. Bak.
sonra bir kıkırdama başladık, gülmeye başladık. Qabağımızda da gülmeye adam oturmuşdu, gülmeye başladık. Kim idi ki? Mektepten danıştık, İlham oturmuşdu. Ha, su İlham oturub. Gülmeye başladık. Sonra da o bir sınıfa bize böyle bakardı bu arada. Sonra da testi kodlar qabağıma elə yazdım. Yəni necə deyim, sanki elə belə testdir. Müəllim bizə test verib, onu yazmış kimi hiss elətdirirdi mənə. Yəni bir bacarda çıxandan sonra elə həyecanlıydım ki, yəni əlim falan titriydi. Amma indi elə olmadı. Çünki Relax. Hə, Sadəcə relax. Əslində 4-cü siniflərin, yəni ibtidai müəllimələrə belə deyək də, necə deyək, sinifinin adının yüksəkliyidir. Nə qədər yüksək bal toplasalar və bizim müəlliməmiz də savadlı olduğu üçün təbii ki, ən yüksək balı toplayacağıq inşallah. Və uşaqlarımız da maşallah olsun, sınaq imtahanlarına gedən zamanda ən yüksək balları toplayıblar. Çox şükür, hə. Yəni bir sinifdə 18-20 uşağın əlaçı olmağı tamam başqa bir şeydir. Maşallah olsun, bu da müəllimənin, valideynin və uşağın əməyidir. Yağmur. Məncə ən birinci uşağın əməyidir. Bir dəqiqə sözümü deyə bilərəm. Uşaq öyrənmirsə heç kim onu öyrədə bilməz. Düzdür. Müəllimə nə qədər öyrətsə də, ana nə qədər öyrətsə də, məsəl üçün Zeynəb kəllə var idi, məsələ var idi, həvəs yox idi. Mən nə qədər öyrətsəm də həvəs yox idi. Sonra buna həvəslər artırdım, elədim. Zeynəb indi maşallah olsun qəşəngdir. Sərbəst falan atmadı, heç kimə heç nə eləmədi. Mən öz bücə işləyəm. Çıxış elə. Mən səfi insanlarla dostluq eləyirdim, amma mən psixoloq çəkirdilər. Ona görə də ancaq danışmaq edirdim. Hə, necə deyim, dostlarım falan dəyişdim. İndi çox mutluyam və necə deyim, farşını dəyişdim də. Artıq bir dənə dosta qapımram, yəni deyirlər bir dostdansa 1000 düşman yaxşıdır. Yox. O düşmanlarım mənim dostlarım olub. O başqa cür idi. Kesinlikle. Yo, bir danışandansa 1000 yənim olsun məsələ, belə bir şeydir. Sən də Bizim ailə başqa cür öyrədi. Min eşitməkdənsə bir gölüydü. Ana, hər nəysə. Amma sən dediyin elə deyil. ay da müəllimə bizə başqa cür öyrədi. Bir də siz fərqli bilirsiniz, mən fərqli bilirəm. Yaxşı. Olsun. Axırı İndi 1000 düşmanın dostum oldu, o dostlandı, bir dənə düşmanım oldu da. Hə. Düşman deyil, necə deyim, dostluq eləmədim də. Düşmən yox, sadəcə olaraq münasibətdə fərqlilik yarandı və ən əsası da uşaq özünün xasiyyətinə uyğun uşaq tapdı. Yəni sinifdə xarakterinə uyğun. Sizdən dostum var. Yəni sinif olan əvvəl Zeynəbin xarakteri uşaqlıqda çox çətin idi. Heç kəslə, yəni necə deyək, əslində çox əli açıq uşaq idi, amma çox belə xarakteri, yəni Zeynəbin xasiyyəti qəliz olduğu üçün çətin olduğu üçün biz bunun üzərində bir ildən çox mübarizə apardıq. İkimiz daha şu müəllimə də orada. Siz mübarizə apardınız, axırda Biz qalib gəldik. Qalib gəlmədiniz, mən qalib gəldim. Xeyr. Sən həmin xalaq, biz qalib gəldik. Yağmur kopya atasıdır. Burun, sifət, qaş, göz, hamısı Ferit Korhan qaşları. Hə. Deməli, 3-cü sinifin mən çəkim. 3-cü sinifin sonudur. Hardan girdin? Gəl otur görmə. Hə, danışacağam. 3-cü sinifin sonudur. Məktəbdən evə gəlirik. Uje axırıncı belə elə bax bu vaxtlar idi də iyunun əvvəlləri idi. Nəsə indi gəlirik biz evə. Son günlərinə az qalmış. Hə, son günlər idi belə. Gəldi Zeynəb belə otur. Burasını kəsərəm. Hə, burasını kəsəcəm bir hissəsi. Deyirəm yadda qalsın deyə. Hə, deməli Zeynəb belə keçəndə bu oğlan 7-ci sinifdə oxuyan oğlandı da. Buna yol vermə. Buna yol vermə. Nəsə Yağmur da dedi ki, Yağmur da yalnızca 200-də bir gündə gəlib, bir saatdə gəlib gəlirdiniz də, dayan. Gözləyirsən, əsəbləşirəndə beyni çönür. Nəysə, indi biz də gəlirik, qapıya gəlib çatmışıq. Yağmur da əsəbləşir ki, məktəbdə də bu hamını itirə
gəlir. Mən də itəlimləmlə, mən də bunu itələmiş, şey eləmişik. İndi bu Zeynəb keçmək istəyir. Oğlan imkan vermir. Elə bir Zeynəb sağa dönür, bu sağa dönür. Zeynəbin qabağına bu sola dön, sola dön. Axırda sonra dayanıldı. Camaat çoxdur axı girib çıxan qapıda balaca. Biz də dayanıb gözlədik. Bu oğlan nəsə bunun arxasından düşdü. Sonra bu oğlan bunu itəlib belə dürtməlib keçən. Oğlana necə belə vurdusa, oğlan açdı da. Özü Combul idi, o ne boydaydı, bu boydaydı. Oğlan necə açdı? Sizə nə deyim mən? İnanırsın. 7-ci sinif oğlanı, bu 3-cü sinifin cücəsi. Oğlan da nə oğlan? Təsəvvür eləyin ki, mənim boyum 1.55-dir açıqda həyatda. Yəni oğlan məndən 1.70 neçə olardı, boyu hündür, vəli boyda olardı. Kök oğlan idi. Bu necə dürtmələr? Oğlan sərildi. Nə oldu? Mən yetəlirəm. Belə adam kimi getdə yoluna. Sen kim teröristsen? O indi 8'de okuyor. Hə, ay sağ ol. Pardon yani sizleriz. Şeyde bir de şeyde ben bu güç bana şeyde gelmir ha. Elə əsəbim başıma vurur ha. Bax mən şeyde gözləyib birdən eləyən deyiləm nə yəni. Ana kimi deyiləm. Anında. Yığmıram da mən. Yəni sinir başıma vurdusa anında. Yəni Zeynəbin bir xasiyyəti var. Xoşladı. Deyəcək səndən xoşum gəldi. Saçın qəşəngdir. Bu gün gözəl görünürsən. Yəni açıq sözlü qızdır. Amma Zeynəb bir anda bir şey oldusa, yəni gözü tutmalısa, ya kimsə buna toxunsa, qapası sırası da belə bir xasiyyəti var da. Sırası anında həll eləyəndi. Amma bu xasiyyətini xoşum gəlir. Bir də sözü promoy deyəndə insana. Yəni sevərsə deyəcək sevirəm, sevməsə deyəcək sevmirəm. O xasiyyəti çox xoşuma gəlir. Yəni uşaqlıqdan, körpəlikdə hələ bu günə qədər o xasiyyəti dəyişməyib. Buna görə də həqiqətən maç dəliliyim tutdu. Maç elədim. Deməli, bu xasiyyəti dəyişmədiyi üçün çox sevinirəm həqiqətən. Yağmur, pəncərəni aç da qızım. Gedəndə bağlamışam. Onda pərdələr aç, hava gəlsin. Axırı bir iş gör. Ağrı bir iş görüm. O birisini de aç. Aç. Zeynep yadında nəsə qalan bir şey var? Var, hə. Danışa bilərsən. Danışa bilərəm, hə. Danışa bilərəm, təbii ki, danışa bilərəm. Bir dəfə deməli, ayda çox utanıyorum. Bu hikayəni şükür edin ki, sizə danışıram. Çox güləcəksiniz. Bir dəfə... Get kuxlanın içində aç. Bir dəfə mən açki hələ təzə keçmişdim və necə deyim, açki məndə qəşəng qalmadı. Qalır deyib, postacım bəziləri necə deyim, bir dənə qızla dava eləmişdi, o da demişdi ki, açki sənə yaraşmır. Neyse, o qız da ayaqla getirmişdi, sonra da mən də getdim. Çıxanda gördüm ki, ayaqlanmam, bu da buradadır. Ayda saçma işledi bir-birlərimizə. Bir də o vaxt mənim saçım qısaydı. Mənim saçımı tuta bilmədi. Qırğın getdi oradan. Sonra Xadimə gəldi bizi ayırdı. Ondan sonra da barışdıq. Biz utanmaz 5 şey deyim. Nə deyim? 5 illik dostum idi özü. Hələ də dostluq eləyirik. Unutmamışıq. Hatırlayanda elə gülürük ki. Sinif yoldaşıdır və yaxındılar. Yerlənmə nə olar, xahiş edirəm. Deməli, bir dəfə də müəllimə bundan söz ala bilmirdi. Necə söz ala bilmir? Yəni, dərs haqqında söz ala. Bu informasiyanı qəbul edir, amma informasiya ötürücüsü yox idi da. Nəysə, müəllimə dedi ki, Zeynəb deyir, dərs çalışır, eləyirəm, oxuyum, mən burada öyrədirəm, eləyirəm, burada bu uşaq mənə zülümlə cavab verir, ağzından, kəlbətinlə alıram. Dedim, hə, yaş müəllimə, bu mənə niyə demirsiniz? Bu mənə niyə demirsiniz? Nəysə, getdim, Yağmur götürdüm, gəldim, oturdum, Zeynəb səsim çıxmır hələ. Sakitcə, və arada da yadımdan çıxdı açığım. Axşam oldu, nəysə birdən yadıma düşür ki, müəllimənin sözü. Dedim, Zeynəb, bura gəl. Oturub divanda, bax, bu divanda oturmuşduq. Nəysə, dedim ki, Zeynəb... Həmişə də ağlayırdım dərsdən danışanda. Həmişə də dərsdən danışanda əsəbləşib başlayırdı ağlamağa. Ki buna ağlasa, mən buna danışıq deməm. Amma tərsinə eləyirdim də, daha da çox üstünə gelirdim. Nefret etdiyim şeydi. Mən öyle şeyləri görürəm. Oxumaq istəmirdim. Sonra nəysə, dedim ki, bəs müəllimə sənə sual ver. Bu gün dərs keçmişdik, hansı mövzu?
görə əsəbiyəm də. Bir sifətimdən bilir ki, mən əsəbiyəm də. Nəysə dedim hansı mövzu o bu. Dedim sən bəs müəllimə bəs belə söz deyirsən hardan bilsən ona? Dedim kameradan görürüm. Heç kamerada yox idi. Ay da əvvəllər şəkil çəkməyi var. Sən oradan görürəm, sən oradan görürəm. Çünki müəllimə bütün mövzuları atırdı, məlumatları atırdı. Biz bilirdik. Biz də gələndə evini bunlar şoka düşür. Əvvəllər mən günorta yatmırdım. Ona görə də deyirdi ki, sən kamera baxır. Ona görə Vurdun, işləmədi. O kamera şeyini deməyə gələcəm. Özlər bizi evdə kimi soranda biz danışırıq deyə deyirdik ki, kamera lüstrün içindən göstərir. Deyirəm bax oradan lüstrə qoymuşam. Sizin necə inanırdınız? İnanmırıq. İndi daha böyümüsünüz. Əsas balaca olmaqdır. Yağmur. Yenə dalaşırıq da. Gəlib girirdim də içəri. Amma bir özümüzü döyürdük. Sonra da sən gəldin. Dünyada xəbər olmadı. Ağlama indi gələcək. Elə biz oradan baxsaq, qorxurduq, ona yaxınlaşa bilmirdik ki, bizi görəsən. İnanmadıq sonra inanmamağa başladı. Sonra da nəysə müəllimə atırdı məlumatları. Biz də şey dedik ki, bəs budur. Bunlar da şoka düşürdülər ki, kamera, ayda kamera, balaca uşaqlar siz də eşidirsiniz, Evet, özü Emine müəllimə deyirdi ki, orada kamera qoyur, orada kamera var. O şey görürəm ha. Yangın üçün şey var, yangın üçün masada. Ona kamera deyir. Hə. Sonra nəysə dedim ki, ana sən bunu bir də. Qoymuşam, bizim ibtidai müəllimə deyilsin deyirdi. Yalan deyil. İndi uşaq bir də mənim adını verməyəcəm. Bir də uşağın valideyni yazmışdı ki, bəs mənim oğlum dərs oxumur. Sizin dərs oxumaq istəmir də bu fəndə, texnologiya idi deyəsən. Bizim sinifdə ibtidai müəllimə gəlib demişdi ki, bilirsən, mən sənin kameralardan izləyirəm. Evimizə kameralar qoymuşam. Bilirəm ki, sən texnologiyanı oxumursan. O mənə deyirdi ki, Emine müəllimə sən baxır. Özəl gələcəkmişsin dedim. Videomu çəkildi, ağlayırdım yazmamaq üçün, özümü öldürürdüm. Amma videomu çəkildiyi ki, Emine müəllimə həyatdadır. Sonra nəysə bu kamera məsələsi dayandı. Bu da indi mən nəyə gəldi çıxdı? Gör hardan hara söhbət. Bayaqdan danışıram, inan elə bilirəm ki, nəysə, mən deyirəm ki, Zeynəb sual şeydir, nədir onun adı? Sual verib müəllimə, cavab verməmsən. Dedi ki, vermişəm. Dedi, verməmsən, mən səni görmüşəm, kameradan xəbərim var. Halbuki nədir onun adı? Emiliya müəllimə bizə deyib də, mənə deyib. Dedim ki, sabahları gedirsən məktəbə, müəllimə səndən hansı sualı tutdu, dedi. Cavab verdin. Vermədinsə, sən məndən incimə, ged özvə sıçan deşiyaqda. Hər şey o söz deyir, ged özvə sıçan deşiyaqda. Bu da bilirik ki, mən əsəbləşdim, yəni əsəbləşəcəm. Dedim, səninlə elə pis dalaşacam. Sənin mənim əlimdən alan olmayacaq. Halbuki mən dalaşanda nə edirəm? Kitab dəftərlər belə tollayıram da. Ay, kitablar xəyatı mən deyim, sonra dedim, kitabda yeri ən uzağa düşür. Dedim, götürür, kitabı ged içərdə oxu, öyrən, gəl. Gel görün kitabı elə tutmuyor. Ay, çok burada ağlayayım. İngilis dilini öğrenməmək üçün yatırdım. Bir şey deyim, mən dərsləri öyrənməmək üçün itiraf edirəm. Amma onları əvvəllər eləyirdim, belə başımı qoydum, yatmaq rolü eləyirdim. Sonra da Yağmur gəlib deyirdi ki, Zeynəb yatmışam, mən də bir şey, yatmışam. Etiraf da oldu. Sonra da səhər durdu getdi, məktəbə apardıq. Müəlliməyə yazdım ki, müəllimə, bəs mən Zeynəb biraz tənbihləmişəm. Siz orada işin göründə sorğu-sual eləyin. Dedi, yaxşı. Zeynəb 1-ci sinifdə oxuyur. Zeynəb informasiya ötürmür də. Nə eləyir? Ötürmür. 1-2-də. Zeynəb inanırsınız bu Yağmurdakı dərsi burada biz öyrəndikcə elədikcə. Bu Zeynəb başı var ha, bax bu başı. Bu başı çox gözəldir. Sadəcə tənbəlliyi var idi, həvəsi yox idi. Tənbəlliyi də həvəssizlikdən gəlir. İndi şükür Allaha yaxşısan da. Deməli, müəllimə hardan sual verdi. Müəllimə, bu uşaq, yəni bir sinif yuxarının da dərsliklərini bilir də. Müəllimə inanmadı. İnanırsınız, oturdu, işlədi. Ona bir sinif. Yo, Zeynəb, Yağmur dərs keçəndə cavablar vermişdin hamısı müəllimə. Müəllimə sual vermişdi sənə.
Müəllimə inanmadım hələ. Müəllimə buna suallar verdi. Başladı, nə var, mən bunu tapınmışam, açıqlanmışam. Demişəm ki, evə gəlsiniz, çon deşi atladı. Məktəbə də yenə dedim, Zeynəb, bax, qulağında sırğı olsun. Müəllimənin hansısa bir sualına cavab verməsən, vay halıva. İndi də sırğa yoxdur, amma cavab verir. İndi peşmansan onlara. Nə? Yəni, əvvəlki yaxşıdır, indiki Zeynəb. İndiki. Hə? Evet. Düzdür. Hə. Ananın elədiyi, yəni arada hələ belə eləyirdi. Sən məni çox istəməyəcəksən. Sən məni çox istəməyəcəksən. Aynen, ağlayırdı Sən Yağmuru çox istəyəcəksən. Ona qısqırmırsan, mənə qısqırsan. Yağmur çünki ancaq yaxşı oxuyurdu bütün dərsləri. Çünki Yağmuru mən bir dəfə izah edirdim ki, Yağmur həvəslidir. Bu həvəsli deyildi. Bir də izah edirdim ki, bəs belə üsüyordu. Yağmur başa düşürdü. Əslində bu da başa düşür. Həvəsi yoxdur oxumağa. Çox da qəşəng başa düşürdü. Mən ümumiyyətlə bunun dediyi heç bir şey başa düşmürəm. Bunu yox. Anladım. Məsələn, mən çağırır, onu da belə başa düşə bilmirəm. Mən neyinir? Mən 300 dəfə çağırır, 301-ində gəlir. Vallahi indinin özündə də elədir. Heç o xasiyyəti heç dəyişməyib ha. Təsəvvür ki, yanımla bayaq gedir, imtahandan çıxmışıq. Zeynəb, deyirəm bir dənə istəyirəm ki, termosunu tutsun. Mən də o bir sumkaya şeylər qoyum. Əlim doludur bütün. Deyirəm Zeynəb mənim yanımda belə gedir. Zeynəb hay verdi, mən axırda belə eləmişəm. Zeynəb termosla bunu götür. Zeynəb ondan sonra siqnal çatır. Bu uşaq siqnal gec çatır balam. Çatır, sən deyəndə çatmır. Başa düşə bilmirəm niyə də olur. Niyə ilin qurbağa dilində danışıram? Yox, bilmirəm nəsə. Zeynəb. Bəzi zaman olmur, amma mən dediyi şeyləri qavrayıram. Çünki bilsən ki, müəllimə bir sözü 5 dəfə demir də sənə. Məcbursan ki, diqqətlə qulaq asasan. Amma ana yazıq nədir ki? Ana elə 100 milyon dəfə deyəcəkdir. Yox, bəzən eşitmirəm. Bəzən eşitmirəm, güc səslə ya manifest mahnısı dinləyirəm, ya da TikTok-a falan baxıram. Ya ümumiyyətlə telefonu balaca xotda da olsa, planşetin götürsə. Beləcə. Çıxa bilmirəm. Dayan. Belə dayanım. Zeynəb. Gəlmişəm, qapını açmışam. Mən sənin anam. Zeynəb. Ay Zeynəb. Zeynəb, huy. Ay sabah, huy Zeynəb, huy eləyirəm. Axırda otağa da gəlmişəm, qapını açmışam, bu qapı da belə açmışam da. Belə əlim var, ay Zeynəb. Hə, nədir? Dinəmə 2 saatdır səni çağırıram. Nəysə, bizim bu xatirələrimiz çox gözəl idi. 5 il biz ana-bala əziyyət çəkdik, oxuduq, öyrəndik və imtahanımızı da verdik. Bəzi şeyləri məndən öyrənir. Ya bəzi şeylər Emre mənə dedi, mən də gəldim anaya deyirdim. Bəzi şeylərdə hamısını yox. Nəyi? Ana zaten bilirdi də. Ana özü ibtidai müəlliməlik bilib. Sən mənə nə öyrədəcəksən baba? Bu mən əməli başlasam da vay Zeynep, kes çan deşiyarda. Kes çan deşiyarda. Özü mənə olduğu üçün ibtidai qutar, yəni necə deyim, şeyini ora verib də. Nəyi? Sənətlərimi. Sənətlərimi ora verir. Oranı bitirmişəm. Orayı bitirib. Və şanslıyam. Atam da bütün dilləri bilir, rus dilini də ən çox bilir. Və tarixi də çox qəşəng bilir atası. Rus dilində də, yəni Yağmurun da rus dilində dilinin açılmasını, həm rus bağçasına qoymuşdum. Həm də ki, indi az sektorunda oxuduğu üçün, yəni rus dili dərsi başlayan zamanda 5-ci sinifdə atası daha çox rus dilində, mən bilirəm sözsüz. Amma atası daha gözəl, səliz, belə simiçqi kimi də Azərbaycan dilimiz kimi çıxır da. Ona görə rus dili dərsləri olanda və Yağmur atası ilə gələn latonla hazırlayırsan ha. Amma indidən tarixdir, rus dilidir, Vəli ilə eləyirlər. İngilis dilidir, Yağmur ingilislə Yağmur mən həmişə bir yerdə eləmişik. İngilislə Yağmurla eləyirlər. İndi Yağmur var deyə sən Yağmurla eləyirsən də. Amma Yağmurda Yağmuru yox idi axı. Hər nəysə, bura qədər izlədinizsə, bizi izlədinsə, videomuzun sonuna qədər çatdısa, bizə abunə olmağı unutmursunuz. Evet. Kanala abunə olmaq etməyi unutmursunuz. Bizim şeyimizə görə də
bizim balamız geçen çıxsın deyə də bir moral üçün bir şey yazdım. Məsələn, Yorumlara Zeynəb üçün maraqlı sözlər yazın və təşəkkür edirik bizim abunəçimiz olduğumuz üçün. Və biz sən xəbərin var, bura bax. Bu gün bir izləyicimizi görmüşəm. Bu arada səsləyək qoqon biləkəcəm. Bu arada valideynlər mənimlə zarafatlaşırlar. Bloger qızımız, bloger bacımız deyə bir dənə izləyicimiz çıxdı. Xanım, xala deyib, üzürlü sayın bir dənə söz soruşa bilərəm. Dedim, hə, soruş. Siz deyib, YouTuber değilsiniz. Ben sizin kanalınıza, yok siz de YouTube'da değil videolar paylaşırsınız. Ben sizin kanalınızda adını soruşmaq unuttum açığı. Ben sizin kanalınıza çok baxıram da, sizin verilişlərinizi izləyirəm. Yəqin ki, ya dərsəcə ya imtahandan çıxıb. Deyir ki, bəs olar ki, sizinlə şəkil çəkdim. Deməli, nə olub? Mənim telefonumdan şəkil çəkildi. Mənim telefonumdan video çəkildi. Yəni, sağollaşırıq. Dana qayıdıram, deyirəm, bəs sənin telefonundan çəkilmədi axı. Qızın telefonu ilə çəkilməmişik. Buradan həmin qızımıza salamlar, öpücüklər. Çox sağ ol ki, bizi seçib bizi izləyirsiniz və adını bilmədiyim üçün canım, gözüm, gözəlim. Üzürlü say soruşmadım, nə də sən demədin qızım. Çox sağ ol ürəyim və biz harası gedəndə izləyicilər bizə yaxınlaşan zamanda çox sevinirik həqiqətən də ki, bizi sevirlər, biz sevilirik və qızımız özü də gördü ki, mən onu necə qarşıladım, necə mehribancasına video çəkdi, şəkillər çəkdirdi. Yəni narahat olmayın, rahat şəkildə bizə yaxınlaşa bilərsiniz.